özünüzü Mən təqdim edin. Xudayeva Vəsilə, mən də bu binanın vətəndaşıyam. Sakiniz. Bu binanın sakiniyəm, bəli. Bizim evlərimizi, biz yaşaya-yaşaya, düzdür, bizim evlərimizə xətər törətmirlər. Ancaq köçən şəxslərin evlərini baxın, bu vəziyyətə qoyublar. Biz burada yaşayanlar. Onu dağıdaraq, Bəli, qonşu olaraq sizə zərər bəli, əlbəttə yetirirlər. ki, balkonları dağıdırlar, zərər gəlir. Qapını, pəncərəni söküblər, soyuğu var bunun, it pişik girir, manyaklar girir, dəmir yığan girir. Yəni hər bir yoldan keçən, ötən keçir. Hətta sularımıza xətər törədirlər, qazımıza xətər törədirlər. 3 gün bundan qabaq qazı açıb buraxmışlar. Biz bilmirik onu kim açır. MTK mı açır? Qazı açıb bloka buraxdılar. Bəli, pləkanın başından qazımızı açıb bloka boşdurdular. Biz qaz xidmətinə zəng Yəni elədik. hər hansı bir qığılcımda burada elektrik qığılcımda Bəli, bir hər partlayış hansı bir baş uşağın verir. biri, bir balaca bir siqaret çəkib atsa, orada bir alovlanma baş verəcək. Təbii Bizə ki, də partlama deyirlər, baş biz verir. şikayət Alovlanmaq eləyəndə başqa deyirlər şeydir, ki, partlama olacaq, qazdır bu. Biz şikayət eləyəndə bizə deyirlər, onda gələk qazımızı kəsək. Burada 28 ailə yaşayır. Qazı necə burada indi kəsə hal-hazırda bilərsən? neçə ailə var? 28 ailə qalıb. Razılaşmayan. Bəs necə deyirlər ki, 4 ailə var, nə Yo, bilim yo, belə yo, elə. yo. 28 ailə var. Onun 24'ü mü, 25'i mi bilmirəm, məhkəməyə verilibdi. 28 ailə hal-hazırda 28 durur. ailənin hər biri burada yaşayır Bəli, hal-hazırda. bəli, razılaşmayan şəxslərdir, insanlardır. Harazı buradadılar. Sizə nə təklif elədilər? Bizə də deyirlər ki, mənim evim sənədli çıxarışdı, 2 otaqlı evim var. 2 otaqlı. Qutcan var, bəli. Onlar deyir ki, sizin kvadrat bu qədərdir, kvadrata görə mənə az verir. Yəni Baxın ən necə? azından bir 40 kvadrata yaxın var 42 da. kvadrat mənim mənzilim var, bəli. Bəli. O da mənə verirsə lap 48 mi, 45 mi, o çöldən hesablayır. Mənim evim içi 42-dir. Mənim evimin içində bir otağımda olanı, onun 45 kvadratına yerləşdirmək olmur. Hal-hazırda. Yəni mən onun verdiyi o bir kuxna bir otağı, 45 kvadrat bir kuxna bir otaqdır. Bəli. Siz Yəni- amma iki otaqda, Bəli, 2 otaq bir də kuxnam balkonu. var. Balkonum da var, kuxnam da var. Bəli. Bəli. Yəni onun verdiyi o kvadratdan mən o şəraiti yarada bilmirəm. Mən 2 otaqlı mənzilimi istəyirəm. Təmirli. Onlar bizə təmirsiz verir. Hal-hazırda sizin mənziliniz təmirlidir. Bəli, bəli, gedib baxa da bilərik, çəkə də bilərik. Aydındır. Çox sağ olun, minnətdaram. Gördüyünüz kimi əziz izləyicilər, vətəndaşlar öz halalca çıxarışdı evlərindən dəyər dəyməzinə çıxarılmağa çalışılır. O gördükləriniz də budur. Bu cür dağıdırlar mənzilləri. Hal-hazırda da vəziyyət budur. Yəni bütün mebellər nədənsə koridordadır. Yəni əgər bir mənzil sahibi buranı söküb aparmaq istəyirsə, bunun şkafları niyə buradadır? Yalnız polunu söküb aparıb. Belə bir şey ola bilməz. Təbii ki, gördüyünüz kimi qapı pəncərələr yoxdur. Liboy bir tikintidə, söküntüdə olan məsələlər kimi.